Natiq, mən sizdən başlamaq istərdim. Trump'ın dünya ticarət müharibəsi, bütün dünya ticarət müharibəsi elan edilib, fond birjaları gedir aşağı. İş o yerə gəlib çatıb ki, hətta bir sıra telekanallarda, iqtisadi yönümlü telekanallarda fond birjaların göstəricilərini yığışdırıblar. Kriptovalyuta bazarı çöküş eləyir, əmtəə bazarında çöküş var, neftin qiyməti düşür və müxtəlif dövlətlər buna cavab tədbirləri müzakirə eləyir. Çin artıq bəyan eləyib ki, cavab tədbiri görəcək, cavab rüsumları tətbiq edəcək. Digər ölkələr isə razılaşma əldə etmək niyyətindədirlər. Və bu proseslər hansı istiqamətdə inkişaf edir, nə gözlənilir? Əslində, Trump'ın tarif siyasətinin məntiqi nədir? Amerikanın ticarət açığı 1,2 trilyon dollardır illik. Onun qapadılması yolunda müəyyən addımların atılmasına çalışır və Amerikan məhsullarına başqa ölkələrdə hansı tariflərin tətbiq olunduğu var idisə, eyni qaydada ondan da daha artıq, daha yüksək tariflər tətbiq etməklə həmin ölkələri sanki danışığa dəvət etməkdir əslində. Yəni bunun, mən əminəm ki, bir müddətdən sonra bir neçə ölkələrlə razılaşmalar da olacaq, hətta qarşılıqlı tariflərin aşağı çəkilməsi də olacaq. Amma niyə indi baş verir və buna niyə fond indeksləri belə çox kəskin reaksiya verdilər? Əslində bunun biraz kökü dərindir. 2008-2009-cu il Lehman Brothers böhranında dünya iqtisadiyyatında olan problemləri həll etməkdənsə, böyük pullar, vəsaitlər hesabına, ucuz faizlər hesabına o problemlərin üstünü bastırdılar. Eyni şey 2020-ci ildə pandemiyadan sonra da baş verdi. Təqribən 18 trilyon dollara yaxın vəsait FED və başqa mərkəzi banklar tərəfindən dünya iqtisadiyyatına axıdıldı. Və bu real sektora getmədi. Bu insanların rifahına getmədi. Bu əsasən getdi fond birjalarına və kriptovalyuta birjalarına. Və nəticə itibarilə səhm bazar böhranlı vəziyyətdir, xatırlayaq 20-ci ildə dünyada pandemiyadır, böhranlı vəziyyətdir, amma səhmlər yüksəlir. Aktivlərin qiyməti artır. Bu həmişə onunla izah olunurdu ki, məhz o obrazı desək, çap olunan pulların bazara daxil olması səhm bazarlarında balonları yaratmışdı. İndi o balonlar bir-bir partlayır və təbii ki, bu narahatçılıq da yaradır investorlarda. Amma bu yolla o bazara səpilmiş və dünyadakı inflyasiyanı çox yüksək səviyyədə artıran o helikopter vəsait deyirlər ona, pulların geri çəkilməsi bir müddətdən sonra bazarda sakitlik effekti də yaradacaq. Yəni o vəsaitlər zaten bazardan çəkilməlidir, o balonlar partlamalıydı. Tarif siyasəti nəticəsində, bu son atılan addımlar nəticəsində təqribən 8 trilyon dollar artıq bazardan əriyib, necə deyərlər, qiymətlərdə əriyib. 1,2 trilyona yaxında kripto bazarda əriyib. Yəni hələ bir 3-4 trilyondan sonra bir sabitlik yaranması gözlənilir. Bundan sonra tərəflərin hansı nöqtədə anlaşmalarından asılı olaraq tarif müharibələrindən artıq əməkdaşlıq müstəvisinə keçid baş verəcək məncə. Natiq bəy, sizin bundan bağlı fikriniz, birincisi dünya indi ABŞ bazarını itirdi və ABŞ bazarını itirən şirkətlər ilk növbədə elə avtomobil istehsalçıları, Çinin avtomobil istehsalçıları, Avropanın avtomobil, yeni bazarlar axtaracaq və Azərbaycan da bu bazar kimi var. Böyük bazar deyil, amma var. Bu baxımdan Azərbaycan perspektivlərini necə qiymətləndirirsiniz və Zaur müəllimin az əvvəl dediyi, Azərbaycanda məsələn ələtdə azad ticarət zonası fəaliyyət göstərir. Məqsədi əlavə dəyər yaradaraq məhsul istehsal eləməkdir. Bəlkə elə bu bizim üçün yeni bir imkan açır. Azərbaycanda əlavə dəyər istehsal olunacaq, əlavə dəyər veriləcək, məhsul istehsal olunacaq və Azərbaycan 10% rüsumla Birləşmiş Ştatlara mal sata biləcək. Əslində doğrudan da böhran həm də fürsət deməkdir də. İstənilən böhrandan fürsət kimi istifadə etmək olar, amma biz unutmamalıyıq ki, 10%lik tarifli tək Azərbaycan deyil. Digər ölkələrdə var, dənizə, okeana birbaşa çıxışı olan ölkələr də var ki... Bacarıqlı olan dövlətlər. Başa düşürəm, amma məsələn elə ölkələr var ki, dənizə, okeana birbaşa çıxışı var. O bir addım bizdən öndə olur həmişə. Logistikada, ən azından yük daşımalarda. Amma Azərbaycan üçün də təbii ki, müəyyən fürsətlər açılır. Sadəcə bizim istehsal həcmlərimiz böyük olmalıdır. İstehsal həcmi böyük olmalıdır ki, biz Amerika bazarına hansısa bir formada çıxış əldə etməkdən Amerikanların da marağı olsun. Məsələn, elə bir məhsul növlərinin həcmi o qədər çox olmalıdır ki, Amerika bazarında bu bir ştatda təmsil olunmasın, yəni Amerikanın tamamına yayılmış olsun. Burada artıq kooperasiya mümkündür. Başqa ölkələrin istehsal sahələrinin Azərbaycana daşınması, burada yarım fabrikatların son məhsula çevrilməsi, buradan ixracın aparılması. Bu Azərbaycan üçün doğrudan da ciddi fürsətlər yaranır. Amma bu olmasaydı da belə, biz anlıq düşünək ki, tarif müharibələri yoxdur. Bu olmasaydı da belə, Azərbaycanda yerli istehsalın artırılması üçün mütləq ciddi addımların atılmasına ehtiyac var. Neft, qaz bizim
belə deyək də, Allahın verdiyi bir lütfdür və bizim üçün çox önəmli bir sahədir və bunun olması çox yaxşıdır. Və Azərbaycanın bir çox problemlərinin həll olunmasında enerji daşıyıcılarının rolu hədsiz dərəcədə çoxdur. Amma bu yetərli deyil. Bizim ixracat potensialımıza baxanda, bizim hələ də son 15-20 ildə faiz nisbətində 88 ilə 92% arası hər il enerji daşıyıcılarının payı var. Bu yüksək rəqəmlərdir. Bunu aşağı çəkməyin yollarını tapmalıyıq. Və indiki dünyadakı konjunktur bunu aşağı çəkmək üçün ideal bir vəziyyət yaranır. Həm kooperasiya yolu ilə, başqa ölkələrlə birgə müəssisələrin yaradılması, həm öz istehsal potensialımızın artırılması. Məsələn, kənd təsərrüfatı konservlərinin böyük bazarı var Amerika Birləşmiş Ştatlarında. O bazardan Azərbaycan niyə pay almasın? Böyük bir bazardır. Yəni, belə spesifik sahələr var ki, o spesifik sahələrdə Azərbaycan bugünə qədər bizim keçən ilki ixracatımız 134 milyon dollar olub, səhv eləmirəmsə, Amerika Birləşmiş Ştatlarına. Tərkibinə baxanda kənd təsərrüfatının yarım fabrikatları da var. Deməli, artıq o bazara ayaq açmışıq. O bazara ayaq açmışıqsa daha geniş yayılmaq imkanları və fürsətləri də var. Bir şeyi də bir cümlədə əlavə edeyim neftin qiyməti ilə bağlı. Neftin qiymətinin düşəcəyini öncədən Trump anons etmişdi seçkilər dövründə. Qaz dostum, qaz şüarı ilə nefti daha çox istehsal edəcəyini söyləmişdi. Niyə burada israrlıdır? Çünki inflyasiya artacaq. Hamımız da bilirik. Tariflər artdıqca inflyasiya yüksələcək. İnflyasiyanı Amerika daxilində amortizasiya etmək üçün, müəyyən qədər aşağı salmaq üçün enerji daşıyıcılarının qiymətinin aşağı düşməsi çox vacibdir. Amerika avtomobil ölkəsidir. Amerikada yük daşımalarda avtomobillərin payı 70%-ə yaxındır. Yəni, bu çox ciddi bir rəqəmdir. Benzinin qiyməti, dizel yanacağının qiymətinin düşməsi Amerikada inflyasiyanı müəyyən qədər cilovlamağa və Trumpın seçicilər qarşısında öhdəliyini yerinə yetirməyə imkan yaradacaq. Natiq müəllim, sizin fikriniz? Mən əvvəl bu xüsusilər məsələsinə bir diqqət yetirmək istəyirdim. Orada quru əməliyyatının olması ehtimalı çox aşağıdır əslində. Çünki Amerika artıq İraqda, Əfqanistanda, başqa bölgələrdə o quru əməliyyatların nəyə başa gəldiyini və heç bir effekt vermədiyini gördü. Və Amerikan əskərinin haradasa ölməsi Trump üçün kifayət qədər ciddi bir problemlər yaradır. Orada onunla bağlı mən oxumuşam ki, xüsusi təyinatlar, onlar da əsasən kimlərinsə hədəflərin göstərilməsi ilə məşğul olacaq. Bəli. Döyüşlərə girəcək Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri. Tamamilə doğru. Yəni, Amerika Birləşmiş Ştatlarının özünün quru qoşunlarının orada hansısa bir formada iştirak etməsi mümkün deyil. Amma niyə Husi məsələsi önəmlidir? Bu İrana mesajdır. Və ümumiyyətlə İranın proksilərinə qarşı istənilən əməliyyat İran üçün mesajdır ki, yəni onun gücünün tamamilə bölgədə zəiflədilməsinə hesablanmış addımlardır. İrana birbaşa təcavüzün və ya da vurulmasının olub-olmaması doğrudan da sual altındadır. Mənim fikrim odur ki, axıra qədər diplomatik yol işləyəcək. Bəlkə də günü bugün, bəlkə də bu saatlarda belə danışırlar. Çünki bir çox hallarda belə danışıqlar publik olmur və publik elan edilmir. Axıra qədər danışmağa və anlaşmağa çalışacaqlar. Sadəcə müəyyən zəmanətlər tələb olunacaq. İran tərəfi birbaşa Amerika ilə masaya oturub danışmaq istəmir. İlk baxışdan çox məntiqsiz gəlir də insana. Dəvət edirlərsə, oturun üzbəüz İsveçrədə məsələn və yaxud da hansısa bir yerdə danışın. Və üçüncü tərəfin iştirakını İran ona görə israr edir ki, belə obraz desək şahid axtarışındadır. Yəni bir zəmanət verən axtarışındadır ki, bu hansısa bir anlaşma olsa ona zəmanət verilsin. Çünki 16-cı ildə altılıq anlaşması baş tutmuşdu Obamanın son dövründə və nəticə etibarilə 17-ci ildə Trump ilk dönəmində onu ləğv elədi. Yəni elə bir situasiya yenidən yaranmasın deyə hansısa bir beynəlxalq belə deyək də koalisiya tərəfindən bir anlaşmanın olmasını istəyir. Amma Trump üçün onun heç bir önəmi yoxdur. Məsələn, Avropa Birliyini hansısa bir masada görmək istəmir, nə Ukraynada görmək istəmir, nə İranla danışıqlarda görmək istəmir, nə başqa yerlərdə görmək istəmir. Çünki onların da öz maraqları var. Onlar da öz maraqlarını başlayacaqlar masada diktə eləməyə. Ona görə mən sona qədər diplomatik yolların hansısa bir formada davam edəcəyini düşünürəm. Amma bir görk olsun deyə də hansısa bir iri miqyaslı zərbələr, bir günlük, 2 günlük belə zərbələr ola bilər. Hamımıza da aydındır ki, İran ərazisində ümumiyyətlə quru əməliyyatları mümkün də deyil. Həm ərazi olaraq, coğrafi olaraq bu mümkündür. Yəni, milyonlarla bir ordu toplamalısan ki, hansısa bir quru əməliyyatına başlayasan. Ona görə quru əməliyyatı olmayacaqsa, havadan zərbələrin endirilməsi mümkündür. Amma hamımız da istəyərdik ki, doğrudan da belə şeylər olmasın. Çünki bölgəmiz qan çanağına dönə bilər. İran hansısa bir formada vurularsa, ümumiyyətlə bölgənin ümumi coğrafi və siyasi sabitliyinə çox ciddi problemlər yarana bilər. Alternativi nədir atəşkəsin olmamağının, müharibəni dayandırmamağın alternativi nədir? Yəni, bu haqda düşünməlidir. Elə Avropa Birliyi də, Ukraynada, Rusiyanın özündə də.
Amerika Birləşmiş Ştatları pis yaxşı nəsə təklif edir. Deyir, atəşkəs elan olsun, sonra uzun müddətli danışıqlar başlasın. Ukrayna niyə getmir? Aydındır. Atəşkəs elan olunarsa, artıq hərbi vəziyyət ləğv ediləcək, seçki dönəmi olacaq, bilmək olmaz orada hansı daxildə proseslər gedir, insanların sualları artacaq, daxildə siyasət qızışacaq, hətta vətəndaş qarşıdurmasına qədər gedib çıxa bilər işlər. Rusiya niyə getmir indi? Çünki artıq öndədir. Hər gün bir neçə kilometr irəli getməklə daha çox üstünlük qazanmaq istəyir. Avropa Birliyi ədalətli sülh deyir, lap yaxşı. Ədalətli sülh istəyən ölkələr əlini daşın altına qoysun, nələrsə etsin. Yəni, Amerika Birləşmiş Ştatlarsız biz heç nə edə bilməyirik deyən Avropa, Ukraynanı nə vaxta qədər vuruşturmaq istəyir Rusiya ilə? Axı, həm London görüşündə, həm Paris görüşündə yekun nəticə nə oldu? Yəni, biz hansısa bir plan quracağıq və o planı aparıb Trumpa təqdim eləyəcəyik. Yaxşı, Trumpa təqdim eləyəcəksinizsə o planı, özünüz hansısa bir addım atmayacaqsınızsa, onda maneçiliklərin yaradılmasının səbəbi nədir? Və bunu anlamaq mümkün deyil. Yəni, müharibənin davam etməsində maraqlı qruplar varmı? Hər tərəfin öz marağı varmı? Var. Amerika Birləşmiş Ştatlarının marağı varmı müharibənin davam etdirilməsində? Artıq yoxdur. Çünki Amerika Birləşmiş Ştatları zaten öz maraqları çərçivəsində nəyə nail olmaq istəyirsə onlara nail olub. Ondan sonra artıq müharibənin dayandırılması, atəşkəsin elan olunması və sülh danışıqlarının başlanmasına bir zəmin yaranır. Sadəcə bu məsələnin də alternativləri haqqında düşünəndə insan sonsuza qədər düşünə bilir də. Yaxşı, müharibə nə vaxta qədər davam etməlidir? Hər iki tərəfdən birinin qalib gəlməsinə qədərmi? Qalib gəlmək nə deməkdir? Bundan da sual çıxır axı. Məsələn, Ukraynanın yenidən 91-ci il sərhədinə çıxmaqmı? Və yaxud da Rusiyanı Kiyevə alması mı? Yəni, bunların heç biri olmayacaqsa, bugün sadəcə vətəndaşların, oradakı insanların ölümü faciədən başqa bir şey deyil. Çünki nəticəyə gətirib çıxartmır. Hansısa ciddi bir uğura gətirib çıxartmır. Ona görə də geci-tezi zaten mən düşünürəm ki, hətta may ayına qədər hansısa bir formada anlaşmalar olacaq. Olmasa nə baş verəcək? Trump çıxıb yenə deyəcək, özünə məxsus, belə deyək də, teleaktyor manierasında deyəcək ki, mən əlimdən gələni elədim. Heç nə alınmır. Geçsinlər, nə halları varsa görsünlər. Ondan sonra nə olacaq? Ondan sonra Ukrayna nə qədər davam gətirəcək? Avropa əlini daşın altına qoyub ora doğrudan da qoşun, Amerikasız qoşun göndərəcəkmi? Silah yardımını davam etdirəcəkmi? O zaman Ukraynanın halı nə olacaq? Yəni, bu suallar açıqdır. Əgər bütün nöqtələr, bütün işarələr Trump'ı göstərirsə, Avropa da Trump'ı işarə eləyirsə, elə Trump'la bir yerdə bu məsələni həll eləsinlər də. Natqan, buyurun. Bir əlavə edim orada o məsələ ilə bağlı. Avropa Birliyi dedikdə biz nəyin və kimi nəzərdə? Əgər Fransanın nəzərdə tutuluqsa, Almaniyanın nəzərdə tutuluqsa, onlar təbii ki, masaya gəlmək istəyirlər və masada öz yerini tutur. Eyni zamanda mən o Avropa Birliyi dedim və Böyük Britaniya. Mən Avropa nəzərdə tuturam və Böyük Britaniya. Amma orada elə ölkələr var ki, onların da maraqları fərqlidir. Türkiyədə var. Bəli, Türkiyədə var. Təbii ki, var. Müxtəlif ölkələr var və müxtəlif maraqlar var. O maraqları necə uzlaşdırmaq olar? O Kissingerin məşhur sözü kimi Avropa Birliyi yarananda ilk cümləsi olmuşdu ki, onun telefonunu verin, nömrəsini verin, mən zəng eləyim. Kimə zəng eləyim, təbrik eləyim. Eyni şey Avropa Birliyinin içində də var. Ona görə də Avropa Birliyinin gələcəkdə Amerikasız iş görə bilməyəcəyini bəri başdan anlayırıqsa, o zaman Avropanın görə biləcəyi işin hara qədər olduğunu da bilir. Hə, pul verə bilərlər. Amma məsələn, müəyyən maliyyə yardımları ayrıla bilərlər. Sonra və bundan əlavə də Trump 2 aydır da prezidentdir, 3-cü aya gedir. Amma 3 ildir də Biden'ın dönəmində gedib bu müharibə. 7 ay Biden'ın dönəmində silah verilməyib Ukraynaya, ən güclü vaxtlarında. Yəni, bu da var. Bunun kimin ayağına yazaq? Bu hansı problemlərdən xəbər verir bəs? Deməli, məqsəd heç də hansısa bir formada Rusiya qalib gəlmək, hansısa Ukraynanı sona qədər dəstəkləmək deyilsə, hansısa maraqların orada yerinə yetirilməsidirsə, bunun günahını niyə Ukrayna xalqı çəkməlidir? Niyə əziyyətini Ukrayna xalqı çəkməlidir? Mən razıyam ki, müharibə dayansa, müvəqqəti olaraq torpaqlar işğal altında olacaq. Bizdə də olmuşdu 94-cü ildə. Biz də barışmadıq. Yəni, Ukraynanın başqa şansı yoxdur. Əgər münaqişəni dondurub, hazırlaşıb, güclü dövlət olub, sonradan 10 ildən sonra, 15 ildən sonra, post-Putin dönəmində nə vaxtsa bunu əldə edə biləcəklərsə, biləcəklər. Edə bilməyəcəklərsə də öz böyük problem olacaq. Bizim düşmənimiz Ermənistan idi. Biz bizim Ukraynanın düşməni dünyanın ən böyük dövlətlərindən biri. Ermənistan arxasında həmişə Rusiya olub. Həmişə Rusiya olub. Rusiya olub, amma
Amma İlk gündən Rusiya olub, təbii yəni. ki, Rusiya olub, ona görə də olmuşdu. Amma sonradan biraz vəziyyət, geopolitik vəziyyət dəyişdi və şükür Allaha ki, biz qalib gəldik ordumuzun gücü ilə. Amma Ukrayna-Rusiya məsələsində bu biraz fərqlidir. Anlayıram, amma başqa bugün qalib gəlmə şansı olsa, gecə-gündüz hamımız istəyərdik ki, Ukrayna bugün qalib gəlsin. O şans yoxdur. Məsələ ondan ibarətdir. Orada bu nadir metallar anlaşması təhlükəsizlik formasıdır. Başqa cür təhlükəsizlik forması vermirlər. Bu bir. İkincisi, Avropanın belə ürəyi yanır. Desin ki, 250 milyard dolları Axı mən yoxdur o qaytaracağam. 250 Bilirəm, milyard. desin mən qaytarıram. Avropa Birliği götürsün Yox, baba, boynuna. cəmi 90 Götürsün qoy. milyarddır. Bəli, Bundan götürüb başqa yükləmək sabah istəyirlər demokratlar Ukraynanı. gəlsin hakimiyyətə, ləğv eləsin, Amerika böyük dövlət deyil, desin ki, Trump'ın günahı idi, ləğv edirəm o. gəlmədi. Ləğv el. Söhbət ondan gedir də. Söhbət ondan gedir ki, bu nadir metallar əvvəlcədən də bilinirdi ki, var orada. Onu çıxartmağa 10 illər lazımdır. Trump'ın bəlkə də nə siyasi, nə başqa ömrü çatmayacaq o nadir metalların oradan çıxarılmasına. Yəni buna illər lazımdır. Onun adı nadir metallar gedir. Başa düşürəm, başa Biz düşürəm. anlayırıq ki, Neft, söhbət qaz, nadir metallardan yol, yox, söhbət logistika. Ukrayna iqtisadiyyatdan kimin yiyələnəcəyindən gedir. Başa düşdüm. Bax, sabah Avropa Birliği ölkələri bəlkə özləri orada hansısa maraq sahibidirlər deyə qoymurlar onu anlaşmağa. Və ilk variantdakı anlaşmadan sonraki variantdakı anlaşma həmişə pis olur. Məsələn, İstanbul sazişi bundan daha yaxşı idi. Ona getmədi Ukrayna, daha pis sazişlə üzləşdi. İndi birinci sazişə getmədi, daha pis ilə üzləşdi. Sonra nə? Yəni onunki sonraki addım nə? Bax, o addım bilinmir.